ki, axı 120 min adam az deyil. Deyir bir-iki cümlə, o tərəf eşidir, qabaqdakılar eşidir. Bu cümləni sizə deyin, o tərəfdəkilər eşitsin mən nə deyirəm. Belə-belə səsini göndərir, çatdırır 120. Sonra axırda qayıdır, deyir, burada olanlar eşitdi, eşitdi. Eşidənlər eşitməyənlərə danışar bu söhbəti. Yəni, gələcək nəsillərə çatdırın bu söhbətləri. Və orada Peyğəmbər 3 gün saxlayır onları. Özü deyir, elə istəyirdi ki, təsəvvür edin ki, əbanı başlarına çəkirdilər, əbanı ayaqlarını tuturdular, isti, çox qəribə belə bir istilik də var idi. Hətta Peyğəmbər orada bu işi icra eləyir və 3 gündə qalırlar orada. Eşidənlər eşitməyənləri çatdırsın və Peyğəmbər çıxışa başlayır. Mən oradan bir iki kəlməsini deyirəm sizə. Deyir, fəmən kuntu mevlahu fəhəzə əliyyum mevlahu. Hətta əvvəlində bir söz deyir. Deyir ki, mən sizin üzərinizdə olan vilayətim nə qədərdir? Mən nə qədər sizin üzərinizdə ixtiyarlıyam? Sizin öz üzərinizdə ixtiyarınız var. Mənim ki, sizin üzərinizdə olan ixtiyarım daha çox deyilmi? Bəli, belədir. Allah orada, Peyğəmbər onlardan bir əhd alır imamət üçün. Maraqlıdır. İmamət üçün bir orada beyyət alır onlardan, əhd alır onlardan. Ondan sonra başlayır, deyir, mən kuntu mövla fəhəzə əliyyum mövla. Mən kimin mövlasıyamsa, bu Əli ya, özə demir Əli. Sabah 100 dənə söz gəlirdi, Əli o qədər çox Əli vardı ki, onu deməyib. Özü bilə-bilə deyir, bu Əli ya, bu Əli. Sizin mövlavuz, mövla yəni rəhbər. Yaxşı, və özü də bu kəlməni 3 dəfə deyir. Diqqət edirsiniz, bir sözü bəzi vaxtlar neçə dəfə deyirsən, niyə əhəmiyyəti üçündə? Deyirsən, sonra bir də deyim, bir də deyim. 3 dəfə bunu deyir. Ondan sonra deyir, Allahümmə vali mən valahu. İlahi, sən o kəslər ki, onu sevir, onun vilayətini qəbul edib, sən də onlarla o cür rəftar elə. Adi mən adahu. İlahi, kim ki, ondan düşmən olub, Peyğəmbərin dualarıdır ya. Bunlar qəbul olunmuş dualardır. Adi mən adahu, kim ki ona düşmənçiliyib, sən ondan düşmənçilik elə, ya Rəbbəl aləmin. Kim ki narahatdır ondan, kim ki onu sevə bilmir. Yaxşı, bir vaxt tanımayıb, sevmir, ondan işim yoxdur. Bir vaxt qəsdi, qərəzli, qəlbinə o qədər yad məhəbbətlər doldurub ki, əlini sevə bilmir. O qədər yad məhəbbətlər girir ki, yad məhəbbətlərlə dolan qəlb əli məhəbbəti ilə tanış ola bilər. Yaxşı. Əhibbə mən əhəbbəh. İlahi, onu sevəni sev və əbğiz mən əbğəzəh. Ona nifrət eləyən nifrət elə. Vənsur mən nəsərə.